Tanınmış Türkiyəli professor İlber Ortaylı vəfat edib. 78 yaşlı professor müalicə aldığı xəstəxanada həyatını itirib. Xatırladaq ki, bir neçə gün əvvəl İlber Ortaylı şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada müalicə alırdı. İlber Ortaylı 1947-ci ildə Avstriyanın Bregenz şəhərində Krım Tatar ailəsində anadan olub. 2 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Təhsilini İstanbul Avstriya Liseyində və Ankara Atatürk Liseyində alıb. Sonra Ankara Universitetinin Dil və Tarix Coğrafiya fakültəsində ali təhsilini tamamlayıb. Viyana və Chicago universitetlərində təhsil alaraq məşhur tarixçi Halil İnalcıkın tələbəsi olub. Akademik karyerasında Ankara Universitetində dosent vəzifəsində çalışıb. 2005-2012-ci illərdə Topkapı Saray Muzeyinin direktoru olub və Mədəniyyət Turizm Nazirliyində müşavir kimi fəaliyyət göstərib. İlber Ortaylı Osmanlı və Rusiya tarixi, diplomatiya tarixi və şəhərsalma mövzularında mütəxəssis idi. Bir çox kitab və məqalələrin də müəllifi olub. Yeri gəlmişkən o Alman, Rus, İngilis, Fransız, İtalyan, Fars və Latın dillərini bilirdi. Allah rəhmət etsin.